Salam uşaqlar, necəsiniz? Deməli, təxminən bir ay olar ki, kanal üçün uzun video gəlmirdi, soruşurdunuz, maraqlanırdınız. Belə qərara gəldim ki, tam fərqli bir formatda sizlərə uzun videonu çəkim, paylaşım. İki mövzuya toxunacağam. İlk öncə onu bildirim ki, bilirsiniz, qarışqaların çoxlu sayda cinsləri var, növləri var. Yəni, bunları qarışdırmaq normaldır, ola bilər. Əsas səhvi düzəltmək lazımdır. Məndə olan cinsi mən elə bilirdim Campanatus cinsinə aid olan cinsdir, ana qarışqadır. Amma izləyicilərlə, yəni sizlərlə WhatsApp qrupunda müzakirə elədik, daha detallı baxdıq və Formica cinsinə aid olduğunu anladıq. Ona görə artıq bundan sonra bu koloniyanın adı Formicadır, Formica cinsinə aiddir. Deməli, birinci mövzumuz budur. Bundan əlavə bu koloniyanı Formicariuma transferini eləmişdim. Niyə eləmişdim? Çünki ləng inkişaf eləyirdi və dedim biraz dəyişiklik olsun. Formicariuma keçidini elədim, transferini elədim. Təbii ki, inkişaf olmağına oldu. Xoşuma gələn inkişaf oldu. Sadəcə bir problemi o idi ki, çəkilişləri edə bilmirdim. Formicarium üzərindən daha yaxın şəkildə bu pupalar olsun, yumurtalar olsun, ana qarışqanın özü olsun. Bunları çəkilişlərini edə bilmirdim. Ona görə qərara gəldim ki, həm sizlər üçün də yeni bir dəyişiklik olar video şəklində, uzun video olsun. Bu koloniyanı özümüz təbii şəkildə hazırlayıb, evdə hazırlayıb, torfdan saxlama qabında belə deyək, bir terrarium düzəldək. İndi bu keçidi görəcəksiniz, bir yerdə bunu hazırlayaq. Bundan əlavə də uşaqlar, bu koloniyalarım üçün canlı yem aldım, bitmişdi. Bu klassik un qurdumuzdur, bunu bilirsiniz. Bundan əlavə də fərqli dəyişiklik olsun deyə, həm də bunların protein tərkibləri daha yüksəkdir, tartara deyə gedir. Dubia deyə bir belə deyim, canlı yemlər var, onlardan sadəcə tapa bilmədim hal-hazırda. Aldığım yerdə qurtarmışdı. Yəni bunu məsləhət gördüm, mən də bunu aldım. Bunlar da pis deyil, yəni idarə eləyər. Dediyim kimi indi yenə soruşacaqsınız ki, bunun bəs yatağını niyə bəslənməsini elə falan. Yəni uşaqlar, mən bu canlı yemlərin bəslənməsini eləmirəm, yəni bunları böyütmürəm, yəni inkişaf elətdirmirəm, çoxaltmıram. Niyə? Çünki ehtiyac yoxdur. Burada qiymətlərini zaten hamısının burada qeyd edəcəm, videonun üzərində görəcəksiniz nəyi, hansını, neçəyə aldım. Yəni burada ucuz olduğu üçün, yəni bunun əziyyətinə dəymir, bunu çoxaltma. Hə, təbii ki, həvəskarlar var, amma mən yəni daha çox qarışqalar və digər belə deyim, çoxaltma işlərini xoşlayıram. Başlaya bilərik. Bundan əlavə də bir-iki şey deyim uşaqlar. Belə bir yem qabı aldım ki, həmin o terrarium içinə burada bunu qoyub içinə də yemləri qoyacağam rahat bir şəkildə. Bundan əlavə də dekorasyon olsun deyə belə bir ağac kötüyü aldım. Çalışacağam indi harda boşluqlar var, terrarium içində ona bir əlavə aksesuarlar alıb qoyarıq. Başlayaq məncə. Bunu qoyaq qırağa, bundan hələ ki işimiz yoxdur. Hə uşaqlar, başlaya bilərik. Deməli nədir? Bunu mən torfdan istifadə eləyəcəm. Müəyyən bir hissəni, saxlama qabının müəyyən bir hissəsini tökəcəm, saxlayacam. Bu sterilizə olunmuş torfdur, yəni həm rütubətli, həm də digər bakteriyalardan falan qorunması üçün qarışqaların yəni heç bir problemi olmayacaq. Mən bu torfu töküm, ondan sonra davam eləyək. Hə uşaqlar, deməli torfu tökdük. Yəni istədiyim nəticədir bu. Çox yaxşı da rütubətliliyi var torfun. Deməli vəziyyət nə olacaq? Burada belə bir dediyim kimi kötük almışdım aksesuar üçün. Bunu yerləşdirəcəm müvəqqəti olaraq bura bir yerə. Test tüpünü də belə bir şəkildə yerləşdirəcəm. Yəni nümunə üçün boş test tüpünü bunu aşağıdan üstünü örtəcəm. Çıxışını biraz yuxarı eləyib çıxış tərəfini boş saxlayacağam. Bundan əlavə də bu aldığımız yem qabını da bura belə bir şəkildə qoyacağam. Canlı yemləri bura qoyacağam. Çalışdığım qədər təbii ortam yaratmaq istəyirəm. Görək nə effekt burada yaranacaq, necə alınacaq. Siz də fikirlərinizi bölüşün. Başqa nələr eləmək olar, başqa nə
dəyişiklik eləmək olar koloniyalarda. Hə, uşaqlar, deməli fikrimi dəyişdim. Çünki mən bunu qoysam, bunun üstünə istədiyim vaxt açıb baxa bilməyəcəm vəziyyətlərinə, durumlarına. Ona görə ən yaxşısı belədir. Deməli buranın üstünü örtəcəyik və giriş hissəsini ağzını açıq saxlayacağam ki, istədikləri vaxt rahat çıxış eləyə bilsinlər, gir çıxış eləyə bilsinlər. Vsyo, burada hər şey qaydasındadır, tam istədiyim bir nəticədir. Bunu da dekorasyon olaraq bura yerləşdirək, fərqli olsun. Əlavə başqa nə olacaq? Əlavə alacağım aksesuar dəyişiklik olsun deyə buranı örtəcəm ki, rahat bir şəkildə bəlkə bura biraz fərqli bir dəyişiklik elədim, indi ona baxacağam, fikirləşəcəm. Hələ ki belə qıraq hissələrini isə qarışqalar qaçmasın deyə bura vazelin sürtəcəm, amma indi hal-hazırda əlimdə yoxdur. Sabah o vazelinlə alacağam ki, qarışqalar dırmaşıb qaçış eləyə bilməsinlər. Fikirlərinizi bölüşün uşaqlar, bəyəndinizmi? Məncə hər şey burada qaydasındadır, qəşəng də bir görüntü oldu. İstədiyim vaxt üst hissədən də çəkilişlərimi eləyib yaxın zoomlaşdırıb da çəkə bilərəm. Yan tərəfdən də görüntü çəkib verə bilərəm, sizlərə paylaşa bilərəm. Dediyim kimi fikirlərinizi bölüşün, hər şey qaydasındadırmı, bəyəndinizmi? Başqa nə dəyişiklik eləmək olar, nə əlavələr eləmək olar? Məncə hələ ki heç bir şeyə ehtiyac yoxdur. Yenə də dediyim kimi fikirlərinizi bölüşə bilərsiniz. Hə, uşaqlar, yan tərəfdən də görüntü belə olacaq. Çalışdığım qədər netləşdirib sizlərə çəkilişlərimi eləyəcəm. Bir mövzuya da toxunmaq istəyirəm. Birincisi, WhatsApp qrupumuz var. İstədiyiniz vaxt o qrupa qoşula bilərsiniz. Burada həm qarışqaların alım-satımı, barteri ola bilər, kimin nəyə ehtiyacı var, onları təşkil etməyə çalışırıq. Hardan almaq olar, necə almaq olar. Bundan əlavə yeni başlayırsınızsa, əgər uşaqlar qoşula bilərsiniz orada. Ətraflı məlumatlar verə bilərik, suallarınızı verə bilərsiniz. Bir də ki, uşaqlar, belə deyim sizlərə, bu kanalda başqa qarışqalardan başqa çalışdığım qədər fərqli heyvanlar da saxlamaq istəyirəm. Onları lazım gəlsə koloniyalaşdırmaq, yəni sayını artırmaq ola bilər. Onun üçün kanalıma abunə olmağı unutmayın, mənə dəstək olun uşaqlar. Sizin dəstəyiniz mənim üçün önəmlidir, məni həvəsləndirir. Daha da çalışdığım qədər daha maraqlı videolar çəkib paylaşacağam. Başlaya bilərik, hər şey hazırdır. Burada canlı yemlərimizi verdik, yerə böldük. Başını əzib verdim ki, rahat bir şəkildə stresə düşmədən qidalardan istifadə eləyə bilsinlər. Hə, uşaqlar, hər şey hazırdır. Belə deyim, terrariumun üst tərəfinə bir maye var, onu çəkdim. Dediyim kimi vazelinim yox idi. İndi inşallah sabah alıb yenidən bunu dəyişib vazelin sürtəcəm. Burada heç bir problem yoxdur. Aça bilərik məncə pambığı çıxardaq. Başqasınlar artıq görək nə yeni evlərini bəyənəcəklərmi? İnşallah problem olmaz. Əlimdə 2-3 kiçik qarışqa var, onları bura tulladıq problemsiz şəkildə. İşte, izləyək, baxaq, görək necə reaksiya verirlər.